Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli Müslümanlar, alemlerin Rabbi Allah'a hamdolsun ki bize bu güzel mübarek Ramazanı yaşattı ve savablarımızla, xətalarımızla bu Ramazanı artıq sonuna çatmışıq. Allah bizim xətalarımızı bağışlasın və yaxşı əməllərimizi çoxaltsın. Amin. Değerli Müslümanlar, bayram namazı əslində cemaat şəklində qılınan namazdır. Allahın Resulü sallallahu aleyhi ve sellem bu bayram namazlarını, yani iki bayram namazını açıq havada, səhrada qılıb. Onun da orada qılınmasına bütün xalqı ora toplaması olmuşdu səbəb. Məscidə sığmazdı. O kadar ciddi yanaşırdılar buna ki, Allahın Resulü ve onun sahabeleri ki, hatta adeti halında olan kadınları da Resulullah çağırardı ve deyərdi, namaza durmayın, kənarda qalın, amma bizi müşayiət edin ve bize qoşulun bu təbrikləşməyə, bayram sevincini birlikdə yaşayayıq deyə. Ona göre de qayda budur ki, əvvələn bayram namazı təkidli sünnədir. Yani farz değil. Bəziləri vacibdir deyiblər, güclü görüş değil. Güclü olanı budur ki, bayram namazının hökmü sünnədir. Amma təkidlidir. Çünkü Allahın Resulü buna sadə yanaşmayıb, yüngül yanaşmamışdır. Çox ciddi yanaşılmışdır. Ona göre də bəli, mümkün qədər bu namaz hökmən qılınmalıdır. Bu namazı tərk edən günah kazanır. Yani günahkardır. Bu namaz tərk edilməz. Hökmən cemaat ilə birlikdə gedib qılınmalıdır. Amma müəyyən səbəb olsa, bu namazı həmən səbəbə görə məsciddə deyil də, evində qılınması da icazəlidir. Evində deyildikdə, yəni ailəni və yaxud da ki, tutaq ki, bir idarədir, iş yoldaşlarınla birlikdə bir yerdə toplanıb bu namazın qılınması da mümkündür. Ola bilsin ki, belə bir insan olsun ki, belə bir toplum olsun ki, onların məscidə getməsi çox uzaqdır. Məscid çox uzaqdır, yəni ora getmək üçün onlara minik lazımdır. Məscid yaxında deyil, səsini eşitmirlər və ora getmək üçün də kifayət qədər minik yoxdur. Belə olduğu təqdirdə kimlərsə ya evindəmi, ya iş yerlərindəmi toplanıb bu namazları qıla bilərlər. Amma unutmayın, bunu üzür olarak deyirik. Yani bu o demək deyildir parçalanaq. Ən gözəli sözün əvvəlində deyildiyi kimi, cemaat şəklində toplu olarak qılınmasıdır. Amma təəssüflər olsun ki, yani bizim hər birimizin məscid şəraitimiz yoxdur. Məscidi olmayan toplumlarımız var və yaxud da ki, məscidə gedə bilməyən insanlar vardır. İlla ki, qadınlar. Bəli, ələlxüsus qadınlar bunu daha yaxşı dinləsinlər. Özünü tam qoruya bilməyəcəyi təqdirdə, yəni geyiminə görə və yaxud da ki, ətraf şəraitinə görə düşünürsə ki, məsciddə izdiham çox olur, çox olacaq və orada yəni ki, qarışıqlıq olur və hansısa qadın düşünürsə ki, mən evimdə ailəmlə qılacağam, o da doğru edir və evində də qılınması mümkündür. Yəni evində ola bilsin ki, övladlarından biri, oğlan uşaqlarından biri imamlıq eyləsin və namazı da çox sadədir, indi eşidəcəksiniz. Hər halda bilirsiniz, yenə də təkrar eşidərsiniz. Yəni ki, elə evdə də bunu qıla bilərlər. Əvvələn bunu bilək ki, bu bayram namazı günəş doğduqdan sonra qılınır.
Günəş doğduqdan sonra. İndi doğrusunu Allah bilir, biz görəcəyik ki, yəni ya sabah, ya böyük ehtimal o birisi gün bayramın olması böyük ehtimal 20'sidir. 20'si bayram olacaq. Yəni Martın 20'si Ramazan bayramıdır. Gün doğduqdan sonra Günəş ortalama saat 7'də doğur. Yəni 7'yə qalmışdı, belə götürək. 7'də gün doğur, doğuşu başlayır. Bir 20 dəqiqə Günəş doğuşundan sonra, Günəş doğduqdan 20 dəqiqə sonra bu namazın vaxtı başlayır. Yəni bu il üçün 07:20-də 8'ə 20 dəqiqə işləmiş. Bunu evində qılmaq istəyənlər, iş yerlərində qılmaq istəyənlər qıla bilərlər. Və yaxud da ki, bir qəsəbədə, bir kətdə müsəlmanlar toplanıblar 4 nəfər, 5 nəfər, 10 nəfər, yəni məscidləri yoxdur, namaz qılırlar. Bəli, belə adamlar gün doğduqdan sonra 20 dəqiqə sonra bu namazı başlasınlar. Və ən fəzilətlisi də bunu mümkün qədər tez qılmaqdır. Sürətli yox ha. Yəni 07:20, yəni 8'ə işləmiş, 20 dəqiqə işləmiş, daha bunu qıl. Yoxsa 11'də də qılmaq olar, 12'də də qılmaq olar. Bəli, bunun son vaxtı zöhr namazıdır. Zöhrün əzanı verildi, bu namaz bitir. Bu namaz bitir. Ona görə amma o vaxtı qılmaq yaxşı deyil. Ən yaxşısı tezdən qılmaqdır. Çünki bu namaz qılınandan sonra biz bayramlaşacağıq. Ona görə də bayramlaşmanı yubatmaq lazım deyil. Birinci gedib namazı qılıb, namazın ardıyca insanlar biri-birini təbrik edəcək və deyəcəklər Allah bizdən və sizdən qəbul eyləsin xeyir və gözəl əməllərimizi. Allah bizim günahlarımızı bağışlasın. Biri-birimizə bu cür dualar edəcəyik. Kim istəsə Arabcasını deyə bilər, kim istəsə bunu ana dilində də bunu deyə bilər. Ən gözəli də elə ana dilində deməsidir ki, yəni bir-birimizə səmimi olaraq sevgimizi ifadə edək. Əgər bunu evdə qadın özü qılırsa və yaxud da ki 3-5 qadın yığılıblar, qılırlarsa, qadınlar xütbə verməzlər. Qadınlar bunu xütbəsiz qılar. Biraz səsli qılır, amma xütbə verməz. Elə birbaşa namazı qılır ki, qaydası deyiləcək. Əgər kimsə bu namaza gecişərsə, yəni nəsə oldu, zöhrə qədər qıla bilmədi. Bunun qəzası da vardır. Yəni, əgər səbəblə gecişibsə, qəza kimi də qıla bilər deyilmişdi. Namazın qaydası necədir? Dəyərli insanlar, çox sadə, primitivdir. Sadəcə olaraq vərdiş etmədiyimiz bir hərəkəti edirik deyə insanların bəzisi çaşır. Yəni, niyyətlənirsən ki, bayram namazı qılıram. Təbiidir ki, niyyət qəlbdə olur. Bayram namazı qılıram. Təbiidir, dəstəmazın, quslun qaydasındadır. Qibləyə dayandın, niyyəti etdin, niyyətdən sonra dedin, Allahu Ekber, əllərini qaldırmışdın qulaqlarına. Bunu dedikdən, niyyətin etdikdən, təkbir gətirdikdən sonra əllərini aşağı salırsan, 7 dəfə, yəni bu təkbirdən sonra 7 dəfə, yəni niyyətin Allahu Ekberindən sonra 7 dəfə 3 saniyəlik fasilələrlə Allahu Ekber deyib əllərini aşağı salırsan. Bir dəfə də Allahu Ekber əllərini aşağı salırsan. 7 dəfə bunu edirsən. Niyyətin təkbiri ilə birlikdə 8 dəfə olur. Bəli, bunu yadda saxlayaq. Sonuncu 7-ci təkbiri dedikdən sonra Allahu Ekber əllərini sinədə bağlayırsan. Subhanəkallahı onu deyirsən,
əgər onu bilirsənsə. Bilmirsənsə, sən evində namazına necə başlayırsan, belə başla. Bismillahirrahmanirrahim. Fatihə surəsini oxu. Ta ki gayril mağdubi aleyhim vələddallin. Bitti, amin. Ondan sonra bir surə oxu. Qur'andan hansı surəni bilirsən, onu oxu. Əgər bilənsənsə, çox surə, yaxşı olar ki, Səbbihəsmə Rabbikəl Ə'la, o surəni oxu. Əgər bilirsənsə, bilmirsənsə, hansı surəni bilirsən, oxu. Bir rükət bitdi. Surə bitəndən sonra Allahu Akbar, ruku eyləyirsən, sonra rukudan qalxdın və getdin, 2 səcdələri etdin, bir rükət tamamdır. Qalxırsan ikinci rükətə. İkinci rükətə qalxdıqda, qalxarkən adətdir axı, qalxa-qalxa Allahu Akbar deyirsən. Bu Allahu Akbar ayrıdır. Bu namazın özünündür. Qalxa-qalxa dedin Allahu Akbar, tam qalxdıqdan sonra 5 dəfə Allahu Akbar 2 saniyə, 3 saniyə məsafə ilə deyirsən. 2 saniyə buraxdın, yenə Allahu Akbar. Beləcə 5 dəfədə təkbir gətirirsən. 5-ci təkbirdən sonra yenə əllərin sinədə bağlanır və Fatihə surəsini oxuyursan və onun ardınca Qur'andan hansı surəni bilirsən, onu oxuyursan. Əgər bilirsənsə, Həl ətəkə hədithulğaşiyə, o surəni oxusun, çox gözəl. Amma bilmirsənsə, fərq etməz. Kiçik bir surə oxudun, ondan sonra ruku edirsən, rukudan sonra 2 səcdələri edirsən, təşəhhüd deyirsən, çiyinlərə salam verirsən, namaz bitmişdir. Yəni, sən sübh namazını necə qılırsansa, eyni namazdır. Sadəcə olaraq birinci rükətdə niyyətdən sonra 7 dəfə Allahu Akbar sözünü əlavə edirsən. İkinci rükətdə də başlanğıcında, ikinci rükətindəki başlanğıcında elə başlayan kimi 5 dəfə Allahu Akbar kəlməsini əlavə edirsən. Yəni, bu birincidə 7, ikincidə 5 təkbirdən başqa heç bir şey burada qeyri-adi bir şey deyil. Sənin sübhçağı qıldığın namazdır və yaxud da ki, sünnə namazların kimi namazdır. Sadə, primitiv. Bunu qılın, dəyərli insanlar. Orta səslə qılınır. Kişi qıldırırsa, xütbə verməsi müstəhəbbidir. Özü də bu bayram namazlarının xütbəsi namaz qılınandan sonra verilir. Namazdan qabaq verilmir. Namaz qılınandan sonra verilir. Ola bilər ki, kimsə xütbəni dinləməsin. Ola bilər ki, tələsir, evdə bayram süfrəsi hazırlamalıdır. Namazını qılan kimi gedə bilər. Kim istəsə xütbəyə qulaq asır. Çünki Allahın Rəsulu sallallahu aleyhi və səlləm insanlara demişdi, kim istəyir otursun qulaq assın, kim istəyir getsin evində hazırlıq görsün. Axı qadınlar gedib hazırlıq görməlidir. Bu cüra, yəni ki, bu toplumda qılanda xütbə verilir. Bu da kişi içindir xütbə. Qadın ümumiyyətlə xütbə verməz. Yəni, ona görə də dəyərli insanlar, bu bayram namazlarını hökmən qılaq, bunu qılmamaq günahdır. Birinci, gedib məsciddə toplu şəkildə qılaq, imkan yoxdursa evimizdə və yaxud da ki, qəsəbələrdə, kəndlərdə bir yerdə toplanıb qılınması da normaldır, icazəlidir. Amma birincini bacarmayanlar üçün və yaxud da ki, səbəbi olanlar üçün. Hər kəs də evində də bu şəkildə bunu qıla bilər və qılmalıdır. Bu namaz təkidlidir. Yəni, qılmamaq kimi bir şey olmasın. Qılın ki, bunun mükafatını da Rəbbimizdən alaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.